Azərbaycan idmanının köhnə qədimi ənənələrindən biri. Xaricdən gələn legionerlərin familiyalarını dəyişirlər və eləyirlər Azərbaycanlı. Məsəl üçün Efiopiyadan yadınızda ola yüngül atletlər gəlmişdi. Xale İbrahimov, Layeş Abdullayeva. Koreyadan xokkeyçilər gəlmişdi. Kim Əliyeva oldu, Kvon Musayeva, Lim Rüstəmova, Çang Süleymanova, Çan Məmmədova və Tak Qurbanova. Fikirləşirəm bu qədər bu bizim təcrübəmiz var da, xaricdən gələn idmançıları milliləşdiririk və familiyalarını deyirik Azərbaycanlı. Və necə bu yaxınlarda qış olimpiyadasında xizək sürmə idmanı üzrə məşğul olan 18 yaşlı qız Anastasiya Alina Papatoma Paraskevaydu, görürsünüz familiyası o qədər çətindir ki, gərək baxım deyim. Onun familiyasını dəyişməyiblər. Ya Kipirdən olan, Moskvada doğulan qız özü yox deyib, ya da fikirləşiblər ki, qoy birinci dəfə çıxış eləsin, görək elə finişə çatır, çatmır. Çatdı finişə, malades ona, əhsən. Necə deyirlər, 51-ci yer tutdu 95 idmançı arasında və bunun böyük bir nəticə kimi qeyd etdilər. Ancaq yəqin ki, familiyasını dəyişməyəcək və gələn hansısa növbəti olimpiyalarda çıxış edəcək. Çünki 18 yaşı var qızın, hələ uzun illər Azərbaycanın şərəfini qoruya bilər. Amma mənə elə gəlir ki, Anastasiya familiyasını dəyişsəydilər, olsaydı məsələn Anastasiya Vəliyeva, maraqlı olardı. Elə deyilmi?